Ermənistan Baş naziri Nikol Paşinyanın seçki kampaniyası zamanı Azərbaycanın işğal olunmuş əraziləri, o cümlədən İran-Ermənistan tranzit yolunun yaxınlığında yerləşən Kərki kəndini Bakıya təhvil vermək barədə bəyanatı Tehranda bəzi qüvvələri əməlli başlı narahat edib. Bu fonda bir sıra İranlı ekspertlər yenidən Azərbaycanın üzərinə hücum edərək hayküy qaldırıblar ki, Kərki qayıtsa Bakı-Zəngəzur dəhlizinin enini genişləndirəcək. Üstəlik, hava məkanı üzərində suverenliyini təsdiqləyəcək. Onlar düşünürlər ki, bununla da İranın Ermənistana tranzit yolu kəsiləcək. Həmçinin Azərbaycan Türkiyə ilə birlikdə İranın Qafqaza və Avropaya bütün çıxış yollarına nəzarət edəcək. Hətta bəziləri iddia edir ki, Azərbaycan Kərkiyə nəzarəti ələ keçirərsə, yüksəkliklərdə mövqelər tutaraq Ebir-17 yolunu atəş nəzarətinə almaqla potensial müharibədə Zəngəzur əyalətinin İranla əlaqəsini kəsə bilər. Azərbaycan-Ermənistan münasibətlərinin belə inkişaf etdiyi bir dövrdə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı və eyni zamanda digər nüanslarla bağlı da hansısa başqa ölkələrin müxtəlif diplomatlarının və yaxud da hansısa jurnalistlərinin, siyasətçilərinin boğazdan yuxarı dırnaq arası açıqlamalar verməsi əlbəttə ki, Cənubi Qafqazda yaranmış sülh mühitini həzm etməməyin göstəricilərindən biridir. Naxçıvanın Kərki kəndində daxil olmaqla Azərbaycanın ərazi bütövlüyü Ermənistan tərəfindən tam şəkildə tanınmaq məsələsində artıq ortada çox ciddi bir addımlar var. Eyni zamanda biz bilirik ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları da aradan qaldırıldıqdan sonra bu məsələdə bir xeyli irəliləyişlər əldə ediləcək. Belə olan təqdirdə bugün hansısa dırnaqarası ekspertlərin Kərki kəndində daxil olmaqla Azərbaycanın ərazi bütövlüyü, Zəngəzur dəhlizi, digər məsələlər Azərbaycan və Ermənistan arasındakı formalaşa biləcək barış mühitini həzm etməyən açıqlamalar verməsi yersizdir və əlbəttə ki, bu regionda formalaşmış və davam edən qətiyyətli siyasi münasibətləri hansısa bir formada təhlükə yaratmır, sadəcə olaraq həmin dairələrin məkirli planlarını növbət dəfə göstərmiş olur. Qeyd edək ki, İran tərəfinin verdiyi mesajlardan və ya istəyindən asılı olmayaraq Kərki Azərbaycan ərazisidir və geri qaytarılması da labüddür. Zamanında biz Ermənistana Zəngəzur dəhlizini açmağa imkan vermədik deyən İran rəsmilərinin arzuları kimi Kərki ilə bağlı arzular da ürəklərində qalacaq. Elçin Şuşalı, Qafqaz TV üçün.